Bugün Ağdərə rayonunun Suqovuşan kəndinə daha 53 ailə köçüb. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 185 nəfər Suqovuşan kəndində yeni mənzillərlə təmin edilib. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə, 591 nəfər siyahıya alınıb. Doğma yurtlarına qayıdan sakinlərə evlərin açarları elə həmən buradaca təqdim edilib. Ailələrin sayı 126-ya çatıb. Bu günlərin bizim sevinçli günümüzdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, hərbiçilərimizə də can sağlığı. Bugün də elə bir gündür ki, həqiqətən də ki, sevincimizin həddi-hududu yoxdur. Cənab prezidentimizin də Allah canını sağ eləsin ki, bizə belə bir gözəl günləri bizə bəxş edibdir. Səlqəli, sərbəst şəkildə hər şey yüklərimizi yığmışıq. Ömürlükdə burada məskunlaşacağıq. Hər bir işlə də bizi inşallah özümüz bu Suqovuşanda işləyirik. Buradan elə bir oğluma, qızıma, iki oğlum, bir qızıma ev verilib. Hamısı evlidir, ailəlidir, uşaqlıdır. Onlara ayrı-ayrı verilibdir. Yoldaşımla da mənə bir evladım yanımda, o subaydı deyin, 2 otaqlı verilibdir. Çox gözəl, rahat gəlmişik, baxmışıq, bəyənmişik.